videonu çəkirəm, paylaşıram. Buradan üzümü tuturam. Quba rayonunun Sayqışlaq kəndinə ərə getmiş Qasımova Qənirə Hüseyin qızı sənə. Sən loğalanma, qohum qələbəyə güvənib, ona buna güvənib loğalanma. Mən səni ifşa eləyəcəm, jurnalisti götürüb promosiyanın qapıya gələcəm. Gəlib orada səni də apartacam efirə. Sən elə bilmə ki, mən səni qorxuduram, bəsdir dahi. Bir dənə namussuzu, bir dənə biqeriyyəti, bir dənə oğrunu, bir dənə cuhudu, qanıçəni mənim yolum üstə çıxartdı. 500 manat pulumu dədəsindən bixəbər, bici bala, Təbriz əlimdən alıb 100 manatını bici bala qardaşı Elbrusa verdi, 400 manatını da gəzəyən qadınlara verdi. Mən səndən tələb edirəm Qənirə, 500 manatı nə Təbrizdən, nə Elbrusdan. Mən səndən tələb edirəm. Mən nə Təbriz tanımırdım, nə Elbrus. Sən çıxartdın mənim yolumun üstə onları. Allah sənin bəlo versin. Allah sənə elə bir dərd versin, yerlərdə sürünəsən. Səni heç istəmirdi Qasımın qızları. Özünü sürüşd elədin. Nədir ki, təmizə çıxdın deyən ona görə loğalanırsa. Sənin həcəmətlə olan sırların üstün açacam efirdə. Mənim 500 manat pulum kartıma vurulmasa. Mən səndən tələb edirəm. Mənim şəhrədə malım da vardı, heyvanım da vardı, yaxşı yaşayışım da vardı. Sən apardın məni Təbrizə bədbaxt elədin. Təbriz yaxşıdır. Yaxşıydı qardaşlarında qız, bacılarında qız, qohumu qələbələrində qız. Nə çoxdur, yerazlarımızda qız. Vereydin da mənə niyə bədbaxt elədin? Ha, üzüm qarı olsun. Ha, dərmansız dərdə düşəsən. 500 manatı Qasımova Qənirə Hüseyin qızından tələb eləyirəm. Götürüb jurnalisti Sayqışlağa gedəcəm. Oradan da efirə. Ondan sonra Qənirə qoyar palaza sürtər, alar ondan sonra payın. Qasımın bilmədiyi onun həngamalarını da üstün açacağım ki, Qənirəni mədəniyyətli bir qadın bilib saxlayır, Qənirə özün tərifli, Qasım onda, onu bilən də Qənirə də qoyub palaza sürtəcək Qasım da. Qənirə sənə xəbərdarlıq edirəm, 500 manat pulum kartıma vurulmasa, səni bax hədələmirəm. Heç bir qohum qələbəyə da güvənmə yenə. Jurnalisti qapıya gətizdirəcəm, səni də efirə gətizdirəcəm. Ondan sonra payı alacağım. 500 manat pulumu səndən tələb edirəm. Bu dədəsindən bixəbər, bici bala, cuhud Təbrizi sən mənə rast gətirdin. Nəyinə davətin sürürdün mənə, hə? Həcəmət səni almadı. Həcəmət sənin tayın idi. Oğlun yaşında idi. Hə? Mən neynim onun için? Sən onu Allah bəlo versin. Həcəmətin hayfını məndən aldın. Hünərin çatırdı, duxun çatırdı. Həcəmətin hayfını özündən alıydı. Allah sənin bəlo versin. Allah səni dərmansız dərdə salsın. Səni verilişlərin birində jurnalisti götürüb qapıya gələcəm. Ondan sonra efirə çağıracam. Ondan sonra qoyub sürtərsən. Səni, Təbrizi, Elbrusi, Füzulini, Yaşəri, Seymuri, Mayisi, Züleyxanı, Elnuri Sənanı. Bu insanları gətizdirəcəm efirə. Ondan sonra qoyub sürtəcəklər.